Deməli, belə bir məsələ var. Sual var idi ki, əgər mən maşını saxlamışam və qapını açıramsa, bu zaman əgər kimsə mənim avtomobilimin qapısına dəysə, günah kimdədir? Əvvəl onu deyək ki, günah qapını açandadır. Qanun da bunu deyir. Əgər biz qapını açırıqsa və digər nəqliyyat vasitəsi bizim avtomobilimizin qapısına dəyirsə, günah bizdədir. Biz təhlükəsizliyə əmin olmalıyıq. Ona görə biz öz tərəfimizdən düşəndə açıb bir balaca saxlayırıq. Gözləyirik bütün avtomobillər keçsin və ya təhlükəsiz şərait yaransın. Daha sonra isə sonuncu maşın keçsin. Daha sonra isə təhlükəsiz qaydada avtomobilimizin qapısını aça bilərik. Digər maşınlar bizdən bir qapı aralı keçsələr məsləhətdir. Sərnişinlər isə arxadan düşəndə mütləq ehtiyac yoxdursa və ya şərait imkan verirsə, sağ tərəfdən düşməlilər. Sol tərəfdən düşüb təhlükə yaratmamalıdırlar. Belə bir məsələ var rubrikasını isə Belko mühərrik yağları təqdim edir. Belko premiumu əl çatan etdik.